Futbol üzrə ölkə çempionatının Premyer Liqasında 24-cü turun ikinci yarış günü Neftçi və Xəzər Lənkəran klublarının prinsipial qarşıdurması ilə yadda qaldı. Maç cənubluların hücumlarıyla başladı. Radomir Todorovun cərimə zərbəsindən vurduğu topu Miçoviç meydandan çıxartdı. Neftçinin cavabı özünü çox gözlətmədi. Gün zərbəsindən sonra Subaşiçin başla vurduğu top müdafiəçini seçdi. Dimitri Kramarenko isə maçın 7-ci dəqiqəsində komandasını real qoldan qurtardı. Buna oxşar vəziyyət bir dəqiqə sonra Neftçinin qapısı ağzına yaşandı. Xoşbəxtlikdən 9-cu dəqiqədə hər şey Neftçi üçün yaxşı qurtardı. Eyni səhvi paytaxt futbolçuları bir daha 14-cü dəqiqədə təkrarladılar. Bu dəfə Rəşad Abdullayevin zərbəsi dəqiq oldu. 1-0. Lənkəranlıların 27-ci dəqiqədə uzaq məsafədən vurduqları top da az qala ünvanına yetişəcəkdi. Bu dəfə Miçoviç təhlükəni sovuşdura bildi. 30-cu dəqiqədə rəqibi əks hücumda yaxalayan Neftçinin hesabı bərabərləşdirməyə arzusunu Kramarenko ürəyində qoydu. Fasilədən sonra oyun Neftçinin hücumlarıyla başladı. 47-ci dəqiqədə Kruglov uzaq məsafədən Kramarenkonun sayıqlığını yoxladı. Dima bu dəfə də komandasını təhlükədən qurtardı. 65-ci dəqiqədə isə cərimə meydançası daxilinə vurulmuş top Xəzərin qapısından acı aralı keçdi. Qalan dəqiqələr ərzində qapılara başqa qol vurulmadı. Neftçinin minimal hesablı məğlubiyyətindən Inter layiqincə faydalandı. Bu tur Turanı 3-1 hesabı ilə yenən bankirlər 52 xalla ikinci pilləyə yüksəldilər. Neftçi 51 xalla üçüncü, flaqmandan bir xal geri olan Xəzər Lənkəran isə 4-cü yerdədir.